Üzeyir Mehdizadə gəlir söhbət. Siz bəyənirsiniz onu. Mən qulaq asıram ona. Yəni bəyənirsiniz. Bəli. Zövq alırsınız. Zövq alırsınız. Onu. Müəyyən mahnılar var ki, mənim çox xoşuma gəlir. Düzün deyirəm. Mən Özüm roka qulaq asanıyam. Amma müəyyən musiqilər var ki, mən oturur qulağım. Yəni mən onun haqqında fikir deyə bilmərəm ki, o pis oxuyur, yaxşı oxuyur. Çünki heç bir marağım yoxdur. Amma mən verilişlərə gedəndə onun adını çəkirlər və deyirlər ki, Azərbaycanda onun qədər yəni baxış sayı yığan yoxdur ifaçı. Və Üzbəkistandır, Türkmənistandır. Onun kimi konsertlər verən yoxdur. Və onun özəl, görürsünüz, bunu nümunə göstərirlər. Bunu nümunə göstərməyin özü mən düşünürəm ki, faciədir. Mən bir ifaçı kimi deyirəm. Bəli. Çünki mən o şəxsiyyətin qoyuram qırağa, ifaçılıqdan danışıram. Orada musiqi yoxdur. Orada ifaçılıq yoxdur. Orada ümumiyyətlə musiqinin mühərifi yoxdur da. Yəni orada nə göstərmək var ki, nümunə ki, gəlin, gələcək nəsil, bundan nəsə ibrət götürün, bunun kimi oxuyun. Mən öz tərəfindən çıxış edirəm. Bunu aktuallaşdırırlar, ondan sonra da gedin konservatoriyayla bağlı, hər yer bağlayın, ellərin nümunə göstərin, gənclər onun kimi oxusun. Görürsünüz, Azərbaycan musiqisi o deyil, mənim əzizim. Nə olsun ki, yaxşıdır? Məsələn, yaxşı deyəndə yəni uğur qazanıb. O deməkdir ki, o yaxşıdır. Bu kökü var ya, bunun Üzeyir Hacıbəyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev. Bunun üzərindən nəsə inkişaf eləmək lazımdır. Yoxsa ucuz musiqini aktuallaşdırıb onun üzərindən çıxır. Ona görə də hamı özün o səpkidə mahnılara üz tuturlar.